Salam. Bugün sizə bağ vlogu çəkəcəyik və bütün meyvələri sizə göstərəcəyik. İndi isə bir dənə qırmızı alçamız var. Onu sizə göstərəcəyik. Böyle bir qırmızı və yeşil budaqları olan ağacımız var. Buna baxın bir. Gözəl. Dadına baxaq. İndi başqa meyvənin yanına gedirik və onu da sizə göstərəcəyik nətərdir. Belə bir bağdır. Və ərin yanına gedirik. Burada bir fındıq var. Və alma. Belə bir alma var. Balacadır hələm sizə görə. Qopartmaq zorundayıq. Və baxaq. Baxın belə sulu. İndi yeyək. Yağış Baxaq. yağmış deyə. Bu da alça kimi. İndi isə başqa meyvənin yanına gedirik. Ərik ağacımız da budur. İndi sizə görə dərəcəyik. Aha, qopartdıq. Baxın bunun neçəliyinə. Çox qəşəngdir. İndi dadına baxaq. Çox qəşəng dadı var. Həm çal olsa sizə gördərdim. İndi isə gilas dərdik və orada 2 dənə gilas var. Onu qopardacağıq və sizə çəkəcəyik. Gilası dərdik. Baxın nə gözəl qıpqırmızı. İndi yeyək, görək nə tər dadı. Mükəmməl. Süper. Evet, belə bir dənə Fındığımız var. fındıq var. İndi onu dərib qıraq görə nə var. İçi belə ağ. Bundan sonra bildik ki, Baxın. güllər nə keçəkdir. Belə ağdır, ona görə qırmayacağıq çünki içində yumuşaq şeylər olaraq. Ona görə Çünki də qırmayacağıq. qıraqdan görünür. Yaxşı, sizə görə qıracağıq. İçində belə şey var, ağ. Yəni qırmağa dəyməz. Gördüyünüz kimi ikisi də belə yumuşaq pambıqdır. Yəni yiləsi vəziyyətdə deyil. Bulağın bölündə belə bir göyəllər var. İndi onu sizə görə dərəcəyik. Gördüyünüz kimi indi dəririk. Hə. Baxaq, görək nə tər şeydir. Baxın, çox gözəl. Hələm yıxıyaq. Yeyirik. Baxaq.